telefon ümumiyyətlə uşağa alınmamalı. Yəni smart telefonlardan gedirsə söhbət, alınmamalıdır. Bu birinci səhvdir, alınırsa. Çünki ikinci səhv sosial şəbəkənin yüklənməsidir. Instagram, TikTok, nə bilim Facebook. Çünki yəni valideyn biz Instagramda qabağımıza çıxan hər videoya baxırıqmı ya, baxa bilirikmi? Çox ədəbsiz videolar çıxa bilər. Yəni yetişkin insanıq, yəni bizim üçün artıq görmədiyimiz, bilmədiyimiz bir şey yoxdur. Yəni düşün ki, o uşaq biz filtr qoymuşuq. O TikTokların, Instagramların arxasında yüzlərcə, minlərcə insan var ki, sənin övladın o telefonu yerə qoymasın deyə onlar hər cür hoqqadan çıxırlar, oyundan çıxırlar. Hər cür şey hazırlayırlar. O filtrlərini aşacaq şeylər də hazırlayırlar, içəriklər, kontentlər hazırlayırlar. Dolayısıyla sənin o qoyduğun filtr də işə yaramayacaq və o kontentləri görən uşaqlar görməmiş uşaqdan fərqlənəcək. Yəni o uşağın görmüş halı və görməmiş halı fərqli olur yəni. Birincisi o telefondan uzaq tutmaq lazım, bu bir. İkincisi də hər hansı bir planşetdə, kompüterdə olsa, nə də olsa mütləq müddət olması lazım. Demək lazım ki, gün ərzində 40 dəqiqə oynayacaqsan, 1 saat oynayacaqsan. Burada valideynin qətiyyəti yoxdursa, uşaq valideynin dediyini eləməyəcək. Məsələn, orada valideyn görək deyək ki, uşaqla məşğul olmalıdır, məşğul ola bilmir. Neynir? Verir planşeti, telefonu əlinə, özü rahat-rahat öz işinə məşğul olur. Öz işi hər nə olsa belə o planşet, o telefon uşağa verilməməlidir.